Bugünkü avtomobillər gələcəyin avtomobillərindən tamamilə fərqlidir. Mən birinci cümlədə deyir ki, bu avtomobillər, yəni gələcəyin avtomobilləri, bugünkülər deməli təmiz və sakit olduğu halda gələcəkdəkilər səs-küylü və çirkli olacaq. Amma mətnə baxsaq görəcəyik ki, bugünkülər səs-küylü və çirklidir, gələcəkdəkilər isə təmiz və sakit. Demək bu yanlışdır. İkinci sualda bugünkü avtomobillərin təkərləri olmadığı halda gələcəkdə gələcəkdəki avtomobillərin olacaq. Baxın, burada deyir ki, today's cars have wheel. Bugünkü avtomobillərin təkərləri olduğu halda gələcəkdəkilərin olmayacaq. Bu da yanlışdır. Digər variantda baxmayaraq ki, İlbiskim hərəkət eləyir burada. Lakin deyir much more slowly, çox yavaşdır. Eyni cümlə burada görəcək ki, it was like a snail but much faster than a snail. Burada isə deyir ki, yəni snail'ın daha sürətlidir. Burada faster deyir, burada isə slowly. Bu yanlışdır. Burada isə deyir ki, sonuncu cümlədə gərginlik, tıxac və çirklənmə olacaq. Amma burada yazıb ki, no pollution, no traffic jam and no stress. Burada inkar da verib. Deməli, bu yanlışdır. Digər varianta baxırıq. Yəni, bizim hər hansı bir yerə çatmağımız üçün kompüterə X bölgəsinə get deməyimiz kifayətdir. Eyni cümlə burada da var. Deyir ki, sadəcə siz kompüterə X bölgəsinə get deməyə ehtiyac var və maşın ora gedəcək. Deməli, doğru variant olacaq C variantı.